Azərbaycanda siz dediniz Alona qalmaqalı onu göstərdi ki, bir, iqtidar özü yaratdığı belə deyək də, mühitin girovuna çevrilirdi. Bir. Və bumerang effektini də yaşayıbdı. Necə ki, illər boyu onlar müxalif fəallara qarşı, xanım jurnalistlərə qarşı elədiyini qismən də olsa, başqa bir formada da olsa, daha etik formada da olsa, onlara qarşı belə deyək də, cavab kimi yaşamalı oldular. Kimlərsə deyir ki, misal üçün, bu qalmaqalda qardaşım Mehman Hüseynovu qınayanlar çox olubdur. Mən yenə də bildirmək istəyirəm ki, burada Mehman bu məsələləri özü bildiyi kimi təqdim etdikdə, kimlərsə xoşuna da gələ bilərdi, xoşuna gəlməyə bilərdi. Amma Mehman Hüseynov kiminsə, bəzən Mir Şahin televiziyada nəyəsə göstərirdi ki, güya Mehman bunu eləyib, elə eləyib. Mehman Hüseynov və yaxud mən başqa blogerləri də görməmişəm və yaxud kimlərisə görməmişəm ki, İlham Əliyevin Xədicə İsmayıl'la bağlı, başqa Kəmalə Bənəlyarlı ilə bağlı, Cəmil Həsənlinin qızı ilə bağlı, başqa müxalif xanımlarla bağlı elədiyi, belə deyək də, cinayətləri eləməyiblər. Mehman Hüseynov İlham Əliyevlə kobud dildə danışıbdır. Bəlkə kimlərsə deyir ki, bu jurnalist etik normalarına sığmayan Mehman Hüseynovun özü qərar verib. Buna görə də bəlkə də misal üçün onu elə öz auditoriyasından da qınayanlar olubdur. Mənə də deyiblər ki, bəs Mehman söyüş söyməyəndə daha gözəl görsənirdi, maraqlı görsənirdi. Kimlərsə Mehman Hüseynova və başqalarına söyüş müxalifəti də deyiblər. Hətta bu yaxınlarda mən bir Azadlıq Radiosunda bir reportajda gördüm və yaxud BBC Monitoringdə bir reportaj gedirdi ki, söyüş müxalifəti. Maraqlısı budur ki, nə BBC, nə Azadlıq Radiosu Mehman Hüseynovdan soruşmadılar ki, əgər siz kimlərsə barəsində də reportaj eləyirsinizsə, ən azından bunu soruşmalısınız onun özündən ki, Mehman, sən araşdırmacı jurnalist idin, sənə axı nə olub, sən birdən bu dillə danışmağa başlamışsan, nəyin çatmırdı, misal üçün. Mehman mühacirətdə artıq 2 ilə yaxındır ki, yaşayır və üslub dəyişkənliyi məhz Mehmana qarşı Azərbaycan hüquq mühafizə orqanlarının etdiyi qanunsuz əməlləri buna təkan veribdir. O da cavab veribdir onlara. Və ilin əvvəlində mənim və Mehman barəndə Şahin Ağayevin Real televiziyasında hazırladığı reportaj, güya biz xalq düşməniyik, anaları erməni olan Emin və Mehman xainlərdir və s. və ilaxırı. Və ondan sonra Mehman Hüseynov da sizə bu cür cavab verməsin. Mən yenə deyirəm ki, mən Mehmanın yerində olsaydım daha belə deyək də, ola bilsin jurnalistika baxımından etik formada, amma daha uzun müddətli hissələrlə onların payını verərdim. Yəni, hər halda mən özüm onlara öz cavabımı verəcəm. Mən Mehman Hüseynova görə məsuliyyət daşımıram. Mehmanın işlətdiyi, belə deyək də, leksikona görə də nə Mehmanı nə qınaya bilərəm, nə də Mehman deyə bilərəm ki, mənim xoşuma gəlmir. Amma mən qınamıram onu. Çünki mən Mehman 36 yaşı olan artıq ictimai, siyasi, belə deyək də, şəxsdir. Yəni, Azərbaycanda özünü tanıyır, bilir hansı hörmətə sahib idi. Əgər o bu sözləri başlayıbsa istifadə eləməyə, səbəbini biz axtarmalıyıq cəmiyyət olaraq.
Kimsə deyir ki, bəs belə elə. Yəni bugün Azərbaycanda, bugün bütün dünyada siyasətçilər bəzən təhqirlərlə danışırlar və bundan çəkinmirlər. Heç kəsdən üzr istəmirlər. Hegemon dövlətlərin sahibi belə açıq-aşkar söyüşlə danışa bilirlər. Yəni jurnalistə istədiyiniz, amma orada gedib jurnalisti öldürmürlər. Jurnalistə deyir ki, bugün misal üçün jurnalistə kobud sual cavab verən prezident özü ilə onu təyyarəsində apara bilər. 3 gün sonra yaddan çıxır, təzədən həmin jurnalistin sualına cavab verir. O jurnalisti qovmurlar, belə deyək də, prezidentin pulundan. Gəlirlər jurnalistlərə sual verir. Amma Azərbaycanda 30 ildə bir dəfə mən Mehriban Əliyevə sual verə bildim. Demokratiya ilə bağlı. Hədəfə çevrilib, üstümə bir neçə killer qrupu göndəriblər ki, məni zərərsizləşdirsinlər. Və bu 4 ayda bu cinayətkar qrupları görüb, mən də özüm üçün belə deyək də, yenidən həyata baxışları da belə dəyişdirmişəm. Və başa düşmüşəm ki, əgər mən bugün media işini, jurnalistikanı daha elətdirirəmsə, mən həm özümün, həm əməkdaşlarımın, həm təşkilatımın, yaxınlarımın təhlükəsizliyi barəsində əlavə ölçülər götürməliyəm. Hansılar ki, bu ölçülər əlavə maliyyə yükü kimi mənim üzərimə düşür. Yetər ki, demək ki, misal üçün, bu hadisələrdən sonra mən prokurorluğa müraciət etməli olmuşam İsveçrədə və vəkil üçün ödəniləcək məbləğ bəlkə də gedib özümə yeni bir avtomobil ala bilərdim ki, o avtomobillə gedərdim, bu şəhərdə bütün Avropanı dolaşıb işimi görərdim, amma mən məcbur oldum ki, öz büdcəmdən kəsib xərc çəkim, əlavə xərclər çəkim. Yəni, bunu görəndə mən başa düşdüm ki, bir daha əmin oldum ki, bugün Azərbaycan iqtidarı qan içindədir. Əlləri qan içindədir. Onlar faktiki olaraq sadə oğrulardan, kleptokratlardan, xəzinə oğrularından quldura çevriliblər. Təhlükəli bir quldurlara. Yəni, mütəşəkkil cinayətkar dəstə kimi özlərini aparırlar. Yenə də dövlətin başında dururlar. Biz məcburuq ki, jurnalist kimi, yəni biz onlardan fərqli olaraq, ən azından mən bilirəm ki, mənim onlara qarşı yönələ biləcəyim ən qüvvəli belə deyək də, alətim mənim sözümdür, sualımdır. Və qərara gəldim ki, işimi davam edeyim. Görünür ki, onları bu narahat eləyirsə və bugün sosial sifariş buna var ki, xalq həmişə deyir ki, yəni xalqın sözünü deyən 4-5 adam qalıbdır. Onların da əksəriyyəti mühacirətdədir və bugün kənara çəkilib nəyisə gözləmək çıxış yolu deyil. Yəni, işimizi möhkəmləndirib, təhlükəsizlik tədbirlərini gücləndirib, işimi davam elətdirməyə qərarındayım, israrlıyam. Bunun üçün yaxın günlərdə vaxt olacaq, ətraflı istəsəniz danışarıq bu barədə. Amma Emil bəy, bir şey soruşum sizdən. Bu həftə İlham Əliyevin bir fərmanı oldu. Mən hesab edirəm ki, cəmiyyət bu fərmanın nə dərəcədə təhlükəli olduğunun fərqində deyil. Bu, yəni propaganda maşını bunu bu cür təqdim edir ki, sadəcə olaraq DTX-nın səlahiyyətləri böyüdü. Əslində isə bir faktiki olaraq yeni, daha super bir nazirlik yaradılır və tabe edilir ona digər nazirliklər, yəni bütün kəşfiyyat, fiziki kəşfiyyat, rəqəmsal kəşfiyyat, nə bilim, kiber kəşfiyyat və s. və hamısı yeri gəlmişkən strateji binaların qorunması agentliyi ona tabe edildi. Hərçən ki, o agentlik haqqında xüsusi qanun vardı, o qoruyurdu, həm qorumalı idi strateji obyektləri, strateji adamları, yəni prezidenti, birinci ailəni və s. Yəni bunlar hamısı digərlərindən alındı və
DTX-da cəmləşdirildi. Bax, belə bir konsolidasiya baş verdi. Mən bilirəm ki, siz dərhal deyəcəksiniz checks and balances, yəni bu açıq, aydındır ki, dövlət strukturları bölgüsünün pozulması anlamına həm də gəlir. Amma eyni zamanda, yəni sizcə xalça altı hansı proses gedir və nəyə xidmət edir? Hal-hazırda bu prosesi dəyərləndirmək üçün gərək biz növbəti aylarda baş verəcək praktiki addımlara nəzər salaq. Bundan əvvəl nələr yaranırdı? Misal üçün, Xarici Kəşfiyyat İdarəsi yaradılmışdı, yadınızda gəlirsə. Bəli. TTX və Xarici Kəşfiyyat, MTN dağıdılanda. Check and balance o vaxtı danışdı. Amma mən belə başa düşdüm ki, bugün istisna deyil ki, ikisi də eyni, paralel tədbirləri həyata keçirə biləcək Azərbaycanda iki qurum var. Mənə elə gəlir ki, biri Orxan Sultanov, o belə deyək də, xüsusi xidmət orqanları daha çox Mehriban Əliyeva və onun dəstəsinə yaxındır. İlham Əliyev isə Əli Nağıyev arada gücləndirir və biz bəzən görürük ki, gah Orxan Sultanovu gücləndirirlər, gah Əli Nağıyevi gücləndirirlər. İlham Əliyev bəzən belə deyək də, öz əməlləri, misal üçün mən onları gördüm Münxendə. Yəni, ikisi birindən fərqli, hətta kartejlərlə gələn dəstə. Azərbaycanda iki hakimiyyətlik var, o dvoyevlastçı. Biri Mehriban Əliyeva və onun dəstəsidir, biri də İlham Əliyevdir. Yəni, bu açıq-aşkardır. Bəlkə də uçanda da fərqli təyyarələrlə uça bilirlər, eləyirlər. Bu da mövcud ola bilər. Amma güc strukturlarını nəzərə salanda biz onu görürük ki, yəni Azərbaycan Xarici Kəşfiyyat Nazirliyi yaradanda bu nə üçün, kimə lazım idi? Yəni, bugün xaricdə olan qüvvələr İlham Əliyevə və yaxud Mehriban Əliyevə əlavə baş ağrısı gətirən qüvvələr yalnız mühacirlərdir. Və mən istisna etmirəm ki, Azərbaycan mühacirləri ilə həm Orxan Sultanov ayrıcı olaraq və ayrıcı olaraq Əli Nağıyev də bu və digər şəkildə məşğul olurlar. Ölkə daxilində onların o rəqəmsi Azərbaycanın kəşfiyyatını deyək, yəni Azərbaycan kəşfiyyatçıları onlar ancaq 18, 19, 20 yaşındakı uşaqları tutub kontrabanda ilə həbsə ata bilirlər, yəni jurnalistləri, blogerləri və yaxud bu və digər şəkildə proksilərin əli ilə və yaxud vasitəsilə öz tənqidçilərini xaricdə zərərsizləşdirməklə nəzərə çarpan dərəcədə yadda qala bilirlər. Mən deməzdim ki, və ola bilsin Azərbaycan Xarici Kəşfiyyat İdarəsi bu və digər şəkildə, misal üçün Avstriyada erməni diplomatını, xanımını bir yanına yaraşıqlı Azərbaycan zabitini göndəriblər. Güya o zabit iş adamı idi, nə idi? Viyanada onunla görüşməyə başlayıb. Sonra da həmin xanım Xarici İşlər Nazirliyində işləyən, Ermənistanın səfirliyində işləyən diplomat idi. Hər hansı məlumatları ola bilsin bölüşür. Bəlkə də içində heç bir Ermənistanın dövlət sirri də olmayıb. Yəni, bunun müqabilində Ermənistan İlham Əliyev deyə bilər ki, görürsünüz bizim xarici kəşfiyyatçılarımız erməni diplomatlarını ələ ala biliblər. Ala biliblər. Yəni, bu cür xırda uğurlar üçün əlavə struktur yaratmaq, dövlət pulunu ora xərcləmək onu göstərir ki, bir,
sistem daxilində İlham Əliyev, Mehriban Əliyevə o qədər də etibar eləmir. Mehriban Əliyevə də İlham Əliyevə. Ər-arvad olsalar da, ailə olsalar da belə, müəyyən mənada onlar istəyirlər bir-birlərini sığortalasınlar. Yəni, bu mənim subyektiv fikrimdir. Yəni, bugün o qənaətə gəlirəm ki, mən elə bilirəm ki, Mehriban Əliyeva, misal üçün İlham Əliyevin quyruğu kimi, hara İlham Əliyev getdi, nəyəsə çatdırmayanda da Mehriban Əliyeva edir. Amma onun hər bir hərəkəti mi deyək və yaxud bugün açıq şəkildə üzə çıxması mı deyək, təsəvvürünüzə gətirin ki, Mehriban Əliyeva tək-tük həyat yoldaşlarındandır ki, dünyada və ilk vitse-prezident həyat yoldaşı olubdur ki, öz belə deyək, başında olan planı İlham Əliyevə bu və digər şəkildə manipulyasiya edərək təsir edə bilib. Yəni, göstərib ki, yox, mən mütləq vitse-prezident olmalıyam. Nikaraguada olubdur ikinci hadisə. Nikaraguanın dövlət idarə etmə üslubu biraz Azərbaycana fərqlidir. Oxşarlıqlar çoxdur, düzdür. Amma birinci dəfə Azərbaycanda olub. Nikaraguada olan problemlər başqadır. Azərbaycan İranla Rusiya arasında və Türkiyə, Ermənistan, Gürcüstan, buradan da Xəzər dənizi kimi bir regiondadır. Geostrateji cəhətdən çox bir çətin yerdə yerləşir və buna baxmayaraq Mehriban Əliyeva buna yiyələnə bilibdir. Və Mehriban Əliyeva İlham Əliyevlə bütün tədbirləri gəzir. Təsəvvürünüzə gətirin ki, İlham Əliyev tək gəlir, München Təhlükəsizlik Konfransına bir kortej 20-30 axranı ilə gəlirlər. Ondan bir o qədər də çox axraniklə Mehriban Əliyeva gəlir. Onun da böyründə Leyla Əliyeva gəlir. Yəni, o saray daxilində baş verən, belə deyək də, o xalça altı davaları bəzən biz görmürük. Amma bunun dolayı sübutları odur ki, günü-gündən İlham Paşayevlərin, misal üçün Leyla Əliyevanın, Arzu Əliyevanın adına şirkətlər, Mehriban Əliyevanın adına şirkətləri çoxaldıqca birindən əlillər, o özlərinə verirlər. Bunu illər ərzində dolayı müşahidəmiz ona gətirib əsas çıxarır ki, artıq proses yekunlaşır. Yəni, onlar artıq göstərirlər ki, bax, biz ikimizik ya. Hətta nə dərəcədə intensiv bu görsənəcək, gələcək onu göstərəcək. Amma istər-istəməz... Çox maraqlı cavabdır, Emin bəy. Mən təşəkkür edirəm. Yəni, sizin sözünüzdən belə çıxır ki, faktiki olaraq DTX-nın əlində cəmləşdirilməsi bu səlahiyyətlər həm də Mehriban Əliyevanın DTX-sını dırnaqarası Əliyevin DTX-sına tabe etdirməkdir. Beləmi? Orada belə deyək də. Yəni, başqa səbəblər də var. O səbəblərdən biri sizin də dediyiniz kimi, ümumiyyətlə, repressiyanı daha mütəşəkkil həyata keçirməkdir, xaricdəki mühacirləri daha asan, daha çevik boğmaqdır. Amma eyni zamanda... Biz İlham Əliyevin köməkçilərinə və yaxud səlahiyyətli nümayəndələrinə baxsaq ki, görəcəyik ki, onların biri İlham Əliyevin yanında bir funksiyanı yerinə yetirir. Mehriban Əliyevanın yanında başqa funksiyanı yerinə yetirir. O ikili agentlər var. Şahmar Mövsüm, misal üçün, arada lazım olan deyir ki, prezidentin köməkçisi gəlir Mehriban Əliyevanın yanında saldat kimi çest verir. Nazirliklərdə də o cür hallar baş verir. Və biz görürük ki, misal üçün, bir neçə güc strukturlarında istisna deyil ki, Ədliyyə Nazirliyidir burada, Dövlət Təhlükəsizlik orqanlarında, hətta Daxili İşlər Nazirliyində nazir müavinləri İlham Əliyevlə təkcə yox, həm də Mehriban Əliyevanın kuratorlarıdır həmin nazirliklərdə. Kim hansı şəkildə, bu və digər şəkildə proseslərdə iştirak edir, o da yenə deyək, subyektiv mülahizələrdir, amma belə deyək, hisslər məndə ən azından var. Zaman gələndə biz bunları özümüz görəcəyik. Amma mahiyyət üçün, mənim üçün şəxsən, mən həmişə deyirəm ki, hakimiyyət özü də bəzən oyun oynayır ki, bəs bunu İlham Əliyev eləməyibdir ki, Mehriban Əliyevanın hansı adamları eləyibdir. Mən deyirəm ki, mənim üçün fərqi yoxdur. Mənim misal üçün üstümə
qoçları, killerləri göndərmək istəyən İlham Əliyev idi, yoxsa Mehriban Əliyeva idi, yoxsa onların ailə üzvlərinin başqa kimdirsə. Mənim üçün onlar vahid bir cavabdeh tərəfdir və mən ancaq o ümidlərlə yaşayıram ki, gec-tez onlar vaxtsa da qanun qarşısında cavab verməli olacaqlar. Və cəmiyyət olaraq biz buna da çox vaxt sərf eləməməliyik ki, kim kimdir. Amma biz bilməliyik ki, Azərbaycanda onlar o sistemi yaradıblar ki, ikisi, hərəsi bir şeyə görə, repressiv dalğaya görə məsuldur, amma şəxsən mənə maraqlı deyil ki, bu birinci dərəcə. Bir şey deyə bilərəm ki, İlham Əliyevin və Mehriban Əliyevin o idarə etmə sistemi və yaxud üslubları və yaxud onların o gənc kadrları bugün o qədər əhəmiyyətini itiribdir ki, bəlkə də İlham Əliyev desəydi ki, yaxşı, mən nominal olaraq olum dövlət başçısı, Azərbaycanı süni intellekt botları və yaxud agentləri Claude və yaxud ChatGPT-yə bir neçə $100 ödəməklə avtopilota qoyub daha səmərəli istifadə etmək olardı. Amma bugün olan biabırçılıqları süni intellektdən utanmaz danışan Mehriban Əliyevə mən onu başa düşdüm ki, bunlarda deyir, utanmasan, deyir, oynamağa nə var ki, bax bu məsələ idi. Azərbaycanı hər bir şeyini gizlədən, bütün ölkənin malını talan eləyən, xalqı dilənçi vəziyyətinə qoyan, nə bilim, uşaq pulusunu verməyən, siyasi rəqiblərini zərərsizləşdirən, qətlə yetirən, hətta ölkə daxilində görün vəziyyət nə yerə çatıbdır ki, artıq beynəlxalq təşkilatlar dünən Amnesty International bəyanat hesabat verib, 9 səhifəli hesabat. Azərbaycan iqtidarının həm ölkə daxilində repressiyaları, həm ölkə xaricində repressiyaları durdurmağa çağırır. Və biabırçılıq budur. Yəni, bu onu göstərir ki, Azərbaycan bugün rəhmətli Vidadi İskəndərlinin dili ilə desək, bax, bugün həsil terrorist dövlətə, iqtidara çevrilibdir. Mən dövlətə deməzdim, iqtidara. Çünki ölkə iqtidarı əgər öz tənqidçilərini terror üslublarla, alətlərlə susturmaq istəyirlər mühacirətdə, üçüncü dövlətlərin ərazilərində, həmin ərazilərdə suveren, belə deyək də, hüquqa hörmət etmədən kimisə qətlə yetirmək istəyirsə, edam eləmək istəyirsə, bunun adı terrorizm. Və buna görə mənə elə gəlir ki, onlar cavab verməli olacaqlar və gec-tez cavab verəcəklər. İki sualım olacaq. İzləyicilərimizə xahiş lütfən həm də bəyənin izlədikcə. Əvvəla siz dediniz ki, Mehriban Əliyeva yeganə adamdır ki, nail oldu ki, İlham Əliyev bu cür tarixə bir imza atdı, yəni öz həyat yoldaşını vitse-prezident təyin etdi. Amma mən xatırlayıram ki, 44 günlük müharibə dönəmində Yapon jurnalistinin İlham Əliyevlə müsahibəsi var idi. Və Yapon jurnalisti demişdi ki, siz öz arvadınızı vitse-prezident elədiniz. O dedi ki, yox. İlham Əliyev cavab belə olmuşdu ki, onu çox tənqid edirlər ki, o özünü vitse-prezident elətdirdi. Amma əslində mənim qərarım olub, mən istəmişəm ki, o vitse-prezident olsun. Yəni, yalan. Siz bu... Okay. Yəni, o həqiqət, o elə düşünürmü ki, öz qərarıdır, yoxsa ki, yalan mı? Mehriban Əliyev və İlham Əliyevi ovcunun içində xəmir kimi elə yoğurubdur ki, onunla təkcə manipulyasiya yox, yəni göstəribdir ki, sən hakimiyyətlə bölüşməlisən. Yəni, mənim də vaxtım gedir. İlham Əliyev başa düşürdü ki, Mehriban Əliyev əvvəla nə edib? Yəni, bu vitse-prezident vəzifəsini əlinə keçirilməsindən də bir çox əvvəl artıq nazirlərin, icra başçıların, gənc dırnaqarası kadrların təyin olunmasında çox böyük rolu olurdu. Elə yetər ki, bu
İnformasiya və Rabitə və Texnologiyalar Nazirliyi də onun protejisidir. Adını da çəkəndə biraz belə deyək də bir təhər çəkmişdi, bilmirəm. Amma söhbət ondan gedir ki, Mehriban Əliyeva özü bunu istəyibdi. Mehriban Əliyeva da belə deyək də o bəlkə mafiya bosslarına xəs olan istək var. Həm iqtisadi resursları, həm siyasi resursları öz əlində nəyin bahasına olursa cəmləşdirsin və davamlılığını təmin etsin. Yəni buna görə də mən birmənalı olaraq deyə bilərəm ki, Mehriban Əliyeva bunu özü istəməsəydi heç vaxt olmayacaqdı. Təbii ki, indi Mehriban Əliyevadan biz bunu soruşa bilməmişik. Bir dəfə demokratiya ilə bağlı soruşduq. Mehriban Əliyeva onu deyə bilərəm ki, misal üçün mənimlə bağlı orada danışanda deyib ki, siz qadın paltarını geyinmiş və qaçmış birisisiniz. Mən çox fikirləşdim ki, bu nəyə görə bunu belə deyibdir. Yəni, ona artıq bildirmişlər ki, mən oradayım. Ona bildiriblər ki, İlham Əliyevə dünən sual veribdir, sizə də sual verə bilər. Baxmayaraq ki, o İlham Əliyevin can güdən qoçuları orada yaxınlaşırdılar, deyirdilər ki, sual vermə, səni belə eləyərik, elə eləyərik. Bütün bu hədə qorxulara baxmayaraq mən sualları verdim. Amma Mehriban Əliyeva, yenə deyirəm ki, o mafiya bossların və yaxud vaxtı ikən Yanukoviç jurnalistlərə cavab verəndə deyirdi ki, mən sizə belə deyək də, ya vam не завидую deyirdi bir jurnalistə ki, mən sənin paxıllığı çəkmirəm də, sənin taleyin barəsində. O da mənə deyir, can sağlığı arzuladı. Görsənən nədir? Görsənən budur ki, bugün hətta Mehriban Əliyeva yavaş-yavaş hətta İlham Əliyevin ətrafına təyin olunan adamları belə öz çərçivəsindən belə olan seçilmiş şəxsləri təyin edir. Misal üçün, prezidentin o mətbuat xidməti götürək. Prezidentin mətbuat xidmətini təyin elətdirən Tanımıram. Kimləri nəzərdə tutursunuz? Mən ancaq Hikmət Hacıyevi bilirəm. Kimlərdir? Yox, Hikmət az vaxt Media İnkişaf Agentliyi nəzərdə tutursunuz. Azər kimisə o? Media İnkişaf Agentliyində onun qardaşıdır işte. Qardaşıydı deyəsən. Yox, Tezliklər İdarəsində işləyən Orxan adı. Prezidentin yeni təyin olunmuş, bir neçə ay bundan qabaq təyin olunmuş Orxan Sultanov idi deyəsən. Yox, Orxan Sultanov, üzr istəyirəm. Fikrimdən çıxdı. İzləyicilərimiz yazsın, yəqin ki, onlar bilirlər. Prezidentin mətbuat xidməti, misal üçün də, deyərsiniz ki, balaca bir vəzifədir. Cızmaqaları yazan prezident üçün, bəlkə media briefingini, gündəlik xülasəni təqdim edən şəxs təyin olunur Mehriban Əliyeva tərəfindən. Və yenə deyirəm ki, bugün İlham Əliyevin, istərsə Mehriban Əliyevanın bəzən başları o qədər problemli işlərə qarşı, onların əsas işi odur ki, gündəlik ölkədə nə qədər pul çıxarda bilirlər, hara yerləşdirə bilirlər, onlara qarşı bəzən. Çünki ən çox xoşları gəlmədiyi şey, kassadan kimsə pulu, o apşakdan deyirlər, pulu kimsə götürüb kassadan kənar xərcləyirsə, o adamları cəzalandırırlar. Və bugün o kassanın iki ailə daxilində, yəni Əliyevlər və Paşayevlər nəzərə salanda, görür ki, Paşayevlərin əlində cəmləşir. Təbii ki, bu barədə də saatlarla danışmaq olar, amma əsas məsələ budur ki, Azərbaycanda bugün Mehriban Əliyeva, mən deyərdim ki, Azərbaycan və yaxın, belə deyək də, qonşularla, xüsusilə də Rusiya ilə əlaqələrdə daha çox, belə deyək də, qərar verici səlahiyyətlərə malikdir. Sizin hamınızın yadınızdadırsa ki, İlham Əliyev o Azal təyyarəsindən sonra, qalmaqaldan sonra güyəm Rusiya ilə
münasibətlər korlanırdı. Güya Azərbaycan sanki Putinə qarşı çıxa biləcək yeganə regional mərkəzi, güc mərkəzinə çevrilib. Bütün bunlar hamısı illüziyalar idi və bir dənə də sual verdiniz ki, Alona söhbətlərindən sonra nə oldu? Alona söhbətlərindən sonra Mehman qaldı bir yanda. Hətta məndən başladılar danışmağa ki, bunu Azərbaycan jurnalistləri, mühacir jurnalistləri Ukraynaya zərbə kimi eləyiblər və bu zərbə kimə sərfəlidir? Rusiyaya. Və bunu hətta Fərhad Məmmədov adlı hökumətin belə deyək də beyin mərkəzinin rəhbəri olan vaxtı kimi Psevdopolitoloqu, bəli. Psevdopolitoloqu, Valday klubunun üzvü deyirdi ki, Mehmanla Emin yəqin ki, bunu Rusiyanın tapşırığı ilə eləyiblər, Ukraynaya xələl gətirmək üçün və hamısı deyir bunu, Rasim Musabəyev, kimlər, hamısı. Yəni onlara tapşırıq verilmişdi ki, müşahidə olunurdu. Yəni ondan sonra Ukrayna ilə bağlı BMT-də deyəsən növbəti ildönüm idi ki, Rusiyanın Ukrayna qarşı başladığı müharibənin 4-cü ildönümü idi də, 5-ci ilə keçid idi. Azərbaycan yenə də qarın ağrısı tutub Azərbaycan səfirinin və BMT-də Ukrayna bağlı səsvermə olanda durub zaldan qaçıbdı, ənənəvi olaraq. Biz bu yaxınlarda gördük ki, bu Adnan Hacızadənin işində də gördük ki, başqalarının işində gördük ki, Azərbaycan, sən demə Rusiyanın Adnan Əhmədzadə Rusiyanın neftini xarici bazarlara Azərbaycan nefti ilə satmağını, nefti bir-biri ilə qarışdırmağı, xarici bazarlarda satıb Rusiya valyuta ehtiyatlarının gücləndirilməsinə gətirən Azərbaycan İlham Əliyevin proksisi Adnan Hacızadə. Adnan və kompaniyası və dostları, mən istisna etmirəm ki, Sokar Tradingdə, Sokar da bu işlərdə iştirak edilibdir. Biz gördük ki, Avropa Birliyi, Azərbaycan bir neçə neft tankerini də sanksiyaya məruz qoyubdur. Yəni, bütün bunları görəndə, ondan sonra biz bu yaxınlarda OCCRP-nin yaydığı araşdırmada da gördük ki, Azərbaycan son 5-6 ildə Rusiyaya sanksiya altında və eksportu qadağan olunan komponentləri, raketlər, İskəndər raketlərini və o ağır raketləri, balistik raketləri istehsalı üçün zəruri olan ehtiyat hissələrini Rusiyaya ötürürdü. Kimsə deyə bilər ki, biz bəlkə müharibədən qabaq 2019, 20-ci, 21-ci illərdə bu müqavilələr imzalanıbdır. Amma 22-ci ildə bütün sivil dünya Rusiyaya qarşı sanksiya müharibələrini elan elədi. Amma Azərbaycan davam edirdi. Ukraynaya 3 dənə, 4 dənə təcili tibbi yardım maşını göndərməklə, bir neçə 100 ton benzin göndərməklə milyonlarla ton Rus neftini, qazını satan İlham Əliyev və Mehriban Əliyevalar nədənsə Ukraynanın belə deyək də tərəfdaşları idi, Ukraynanın qələbəsini istəyənləridir. Emin və Mehman Hüseynovlar Ukraynanın qələbəsini istəməyənlər. Bu cür cılız, absurd hərəkətləri, xırdaçıl hərəkətləri biz bu iqtidardan gördük. Hətta məndən danışlar yazırdılar beynəlxalq qurumlara. Mən bu 4 ayda mən deyərdim ki, siz soruşarsınız ki, Emin haradaydı? Mən ancaq onunla bununla yazışırdım ki, izah eləyirdim. Deyirdim ki, birincisi, siz nəsə soruşmaq istəyirsinizsə, səbəblərini Mehmandan soruşur. Mən Mehmanın mətbuat xidməti deyiləm. Qardaşım Mehman müstəqil jurnalistdir, müstəqil media qurumunun rəhbəridir. Mənim qardaşımdır, silahdaşımdır. Bəzi məqamlarda bəzi şeyləri qəbul etmirəm. Onun özünə də demişəm ki, bu leksikonla sənə yaraşdırmıram. Ona görə yaraşdırmıram ki, onlar ona layiq deyirlər. Ona görə yaraşdırmıram ki, insanlar sabah Əliyevlər
mən heç vaxt heç kəsi belə deyək də, o söyüşə görə demişəm ki, söyüşü özümüz söyürüz. Amma İlham Əliyev və onun rejimi bugün bəzən dolayı yollarla Azərbaycan cəmiyyətinə onu aşılamaq istəyirlər ki, baxın, ölkədə müxalifət yoxdur, zərərsizləşdirmişik. Faktiki olaraq bugün sizin bizə qarşı müxalif olan təbəqələr el arasında deyim, bəlkə də tamaşaçılar deyəcək ki, yemin xalq dilində belə deyək də, iki eşşəyin arpasını bölə bilməyənlərdir. Və ağzına ancaq söyüş götürüb, söyüş söyməyə bacaranlardır. Bunlar iqtidara gəlsələr, Əliyevdən, Paşayevlərdən betər olurlar. Heç olmasa Əli Paşayevlər artıq doyublar da. Bunlar gələcəkdə belə olacaqdır. Yəni, mən bu prizma baxımdan həmişə hamıya, istər qardaşım olsun, başqa uşaqlara deyirdim ki, misal üçün, söyüşün həddi hüdudu var. Misal üçün, sən söyüşü bir ay söydün, 11 ay gərək nəsə ciddi kontent düzəldəsən, araşdırmalar eləyəsən. Yəni, eyni sözü sən təkrarlayanda bayaqlaşır o söz. İstər söyüş olmasını, eyni üslubda tənqid də, yenilənməyəndə, kreativləşdirilməyəndə biz uduzuruq. Bizim onsuz da güclərimiz məhduddur. Amma bunlar bizə qarşı... Mən bilirəm ki, siz birazdan ayrılacaqsınız, ona görə başqa suallarım da var. Hələ vaxtım var, Sevinç xanım. Vaxt olanda xəbər edərəm sizə. Bir şey də soruşmaq istəyirəm. Bu ilin sentyabr ayında Adnan Əhmədzadənin həbs olunmasının artıq bir ili tamam olacaq. Və sentyabrın 11-i, daha sonra sentyabr həbs olundu, sentyabr 25-i onunla bağlı həbs qəti imkan tədbiri seçildi. Və eyni zamanda, belə deyək də, Rusiyanın adı çəkilmədi. Yəni, bu bir il ərzində, mən xatırlam ki, əvvəl ASTV-də nəsə materiallar gedirdi, yenə də Rusiyanın adını çəkmədən, güya ki, hansısa şirkətlər, kimlərsə lisenziyanı dəyişiblər, bayrağı dəyişiblər, nə bilim, Rusiya neftini Azərbaycan nefti kimi satıblar. Amma eyni zamanda, belə deyək də, şərti ölkə. Rusiyanın adını çəkmədilər. Eynisi yeri gəlmişkən, AXCB liderliyində də aiddir. Əli Kərimi üçün də demirlər Rusiya. Şərti ölkə. Mən bunları nəyə gətirirəm? Bir il tamam oldu. Bu adamlar hələ də həbsdə. Və eyni zamanda bugünlər biz Avropa institutlarının, daha dəqiq desək, Avropa Komissiyasının prezidenti xanım Van der Leyenin Azərbaycana gəldiyini gördük. Bizə deyirlər ki, hər şey yaxşıdır, belə gözəl PR olur, amma biz hələ də reallığı bilirik və danışırıq ki, yox, heç də hər şey yaxşı deyil, yəni öhdəli götürmür Avropa, müştəri olmaq öhdəliyi yoxdur, ortada bir müqavilə yoxdur. Van der Leyenin böyük bir nümayəndə gəldi, getdi, heç nə imzalanmadı, heç bir müqavilə yoxdur və hətta deyirlər ki, bəlkə bundan sonra necəsə bir memorandum imzalayaq, 4 il əvvəl olduğu kimi. Mən təxmin edirəm ki, bu elə Ermənistana həmin bu transport linklərini rəsmiləşdirməkdən ötürü ola bilər. İstənilən halda və səbəblərdən biri, yenə dilə gətirilməyən səbəblərdən də biri bundan ibarətdir ki, Avropa Azərbaycana mötəbər partnyor kimi yanaşmır. Yəni, Azərbaycanın Rus neftini Azərbaycan nefti kimi qarşılaması, Rus qazını Azərbaycan qazı kimi təqdim etməsi, lisenziyanı dəyişməsi, yəni bütün bunlar yaddan çıxmayıb və belə bir təəssürat yaranır ki, müvəqqəti istifadə etmək, yəni enerji mənbəyi kimi, amma uzun müddətli hansısa bir münasibədə, ilişkiyə getməmək. Bununla bağlı sizin fikirləriniz? Bununla bağlı fikrim budur ki, Sevinç xanım, əvvəla Avropa üçün Avropa növbəti bir neçə il ərzində, xüsusilə də ABŞ-da Trump administrasiya növbəti 2 ildə hakimiyyətə qalması dövründə yeni transatlantik siyasi reallıq mövcuddur. Praqmatizm mövcuddur və tələsik addımlar atmaqdan çəkinir. Yəni, biz Avropa Komissiyasında rəsmiləri ilə bəzən ünsiyyətdə olanda deyirlər ki, bəli, biz bilirik Azərbaycan rejimi nədir və bugün Azərbaycana səfərlərinin məqsədi siz deyirik, strateji tərəfdaşlıq yox, daha çox İlham Əliyevin o siyasi egosunu biraz tənzimləmək və onu gələcəkdə Rusiyanın təsiri altında Ermənistana
və regionda yeni bir belə deyək də problemlərin gətirməsinin qarşısını almaqdır. Yəni onlar istəyirlər ki, plan budur Avropalılarda ki, biz sizə bir il əvvəl 2025-ci ilin ortasında Avropa belə deyək də kansılı, yəni Avropa Şurası yox, European Council. Yəni Brüsseldə Antonio Costa rəhbərliyi ilə, yəni 27 Avropa Birliyinin üzvünün icra baş orqanı olan qərarı ilə Azərbaycana və Ermənistana Avropa Siyasi Cəmiyyətinin dövlət başçıları sammitlərinin ev sahibliyi statusunun verilməsi sanki bir təkan idi ki, göstərsiniz, görürsünüz, biz sizin ikinizi də görmək istəyirik Avropa ailəsində. Biriniz şıltaq uşaqsınız, biriniz daha sözə baxan uşaqsınız. Ermənistanda biz gördük ki, 2026-cı ilin mayın 4-də növbəti sammit keçirilibdir. İlham Əliyev o sammitə şəxsən qatılmasa da rəqəmsal formada, yəni Zoom vasitəsilə qatılıb və sözünü də çıxış edibdir, parmaq silkəliyibdir Avropa parlamentinə və s. Onlara, Avropalara Azərbaycan demokratiya dərslərini keçibdir. İndi 2028-ci ilin payızında bu sammit Azərbaycanda keçirilməlidir. Və təsəvvürünüzə gətirin ki, Azərbaycanı belə deyək də ziyarət edən, İlham Əliyev ziyarət edən Ursula von der Leyen və Avropa genişlənmə üzrə komissarı Marta Kos, onlar gülləbaran olunacaqlar, dırnaq arası gülləbaran, yəni Avropa parlamentində tənqid atəşinə tutulacaqlar ki, siz oraya nəyə gedmişsiniz? Yəni dəfələrlə olub ki, gediblər, Avropa parlamentində onlara abır haya dərsi keçiblər Avropa parlamentərləri ki, bəs siz gedib diktatorla görüşdünüz, orada çay içdiniz, şəkər bura yediniz, axırımız nə olacaq? Bizi biabır elədiniz. Onlar da deyirlər ki, baxın, biz bugün, ondan sonra da getdik, ziyarət elədik Nikol Paşinyanı, onu göstərdik ki, bəs narahat olma, sən abrikoslarını, gavallarını biz alacağıq, 50 milyonluq da sənə bir subsidiya ayıracaq ki, kənd təsərrüfatı mallarını alaq və göstərirlər ki, Ermənistan ixracının 80%-ni... 50 milyon vermişdilər, 56 milyon iqtisadi paket. 80%-ni kimi biz qəbul edə biləcəyik, siz nə istehsal edəcəksiniz. Və 80% tarifdən azad oldu, Avropa Birliyinin tariflərindən. Misli görünməmiş, belə deyək də, imkanlar açılır Ermənistan üçün. Azərbaycanla da bağlı biz bu yanaşmanı görəndə biz görürük ki, hələ ki Azərbaycandan istədikləri azacıq da olsa müvəqqəti enerji təhlükəsizlik imkanlarının diversifikasiyasını təmin etməsidir. Avropa enerji bazarının da növbəti 3-4 ildə, 5 ildə misli görünməmiş şəkildə dəyişilməsi gözlənilir. Nəinki Avropanın, bütün dünyada enerji bazarının dəyişdirilməsi gözlənir və neftə və qaza olan tələbatlar bu və digər şəkildə artıb və yaxud azala biləcək. Təbii ki, o süni intellektin inkişafı ilə bütün dünyada enerji, belə deyək də, elektrik enerjisinə tələbat daha çox güclənəcək. Elektrik nəqliyyat vasitələrinin... Günəş enerjisi. Amma bütün bunlar bunu göstərəcək ki, artıq bu diktatorlar özləri də növbəti 3-4 ildən sonra İlham Əliyev ona görə həyəcan içindədir ki, 5 ildən sonra ola bilsin Azərbaycan nefti qazı o qədər ciddi, belə deyək də, siyasi valyuta olmayacaqdır. Amma İlham Əliyev nəyi eləmək istəyir? İlham Əliyev və Mehriban Əliyeva bugün bir güllə ilə bir neçə dovşanı vurmaq istəyirlər. Yəni, faktiki olaraq müxalifəti zərərsizləşdiriblər, ölkədəki daxili elitanı zərərsizləşdiriblər, yaxşı pis o oliqarx dırnaq arası edirlər. Kimin əlində nəyi var idisə, malı mülkünü alıblar
və əgər dırnaqarası bu gün oliqarxların hamısının resurslarının 80% Paşayevlər, Əliyevlər əllərindən alıblar. Hər şey bir şey mərkəzləşdirilibdir və ölkə müəyyən belə deyək də Mehriban Əliyevanın belə deyək də zapisnoy knижkası ilə idarə olunur ki, hə, filan kəsə deyin ki, bu obyektdən xoşum gəlir, bunu mən alacağam, məsələn. Verməsən, yəqin ki, səni o qədər də yaxşı tarih gözləmir. Və bunu görəndə Avropalıların bugün İlham Əliyevlə bu pragmatik addımlarına yeganə deyə biləcəyimiz şey odur ki, biz müstəqil və müxalif səslər, xüsusilə də mühacirətdə olan səslər, İlham Əliyevin 2028-ci ildə keçirməyi planlaşdıran benefisi, o belə deyək də, mən deyərdim ki, İlham Əliyevin həyatında ən önəmli hadisə olacaq məhz bu Avropa Siyasi Cəmiyyətinin samiti. 46 dövlət başçısı gəlməlidir Azərbaycana, İlham Əliyevə. O vaxtda İlham Əliyev prezident olacaqsa, o hamını qəbul edəcək. Bir də gördünüz ki, həyat yoldaşı ilə dəyişdilər. Mehriban xanım dedi ki, yaxşı sən prezident ol, mən olum baş nazir və yaxud nəyəsə də gündə nətər istəsələr konstitusiyanı dəyişə bilərlər. 2 ay bunun üçün vaxt lazımdır. Biz onların beyinlərində nəyin olduğunu deyə bilmərik. Amma İlham Əliyev hətta bu qonaqları qəbul eləsə, 2028-ci ildə İlham Əliyevin hakimiyyətdə olmasının 25-ci illiyi olacaq, deyəsən. Təsəvvürünüzə gətirirsiniz. Və o vaxta kimi də Mehriban Əliyev bugün süni intellektdən danışan Mehriban Əliyev onu da başa düşür ki, bugün təkcə iqtidar o süni intellektdən yararlanıb, təkcə bu rəqəmsal izləməni gücləndirib və yaxud belə deyək də, baskıları gücləndirməkdə qabağa düşə bilmir. Məsəl üçün, bugün jurnalistlər də bir jurnalist, bir süni intellekt aləti ilə bir redaksiyanın işini görə bilər. Daha az resurslarına. Onlar bunu da başa düşürlər. Və onu da başa düşürlər ki, onlar heç vaxt belə deyək, sivil, rəqəmsal dünyanın bərabər hüquqlu hissəsi ola bilməyəcəklər. Çünki korrupsiya və bazar iqtisadiyyatı qanunlarına zidd idarə olunan məmləkətdə süni intellekt üçün hansısa xarici şirkətlərin yatırımlarını biz heç vaxt görməyəcəyik. Biz görürük ki, məsəl üçün, qonşu Ermənistanda süni intellekt texnologiyaların və onlara yönələn sərmayələrin potensialı təəssüflər olsun ki, Azərbaycandan qat-qat güclüdür. Balaca Ermənistana o investisiyaları cəlb etmək imkanları və potensialı daha realdır. Nəticədə nə qədər olacaq? Və İlham Əliyev bugün və Mehriban Əliyeva ölkəni artan repressiv dalğa prinsipi ilə və o fırlanan qapı, bir siyasi məhbusu açırsan, buraxırsan, 4-cü, 5-ci dəfə içəri atırsan, bu prinsiplə idarə edəcəklərsə və mən başqa prinsipi görmürəm, Azərbaycan heç vaxt normal, belə deyək də, dövlətə və yaxud dövlətçiliyə sahib olmayacaq. İndi kimsə deyirsə ki, bizim güclü dövlətimiz var, torpağa qaytarmışıq, eləmişik. Mən deyərdim ki, mövcud siyasi reallıqları nəzərə alıb son 5 ildə İlham Əliyev üçün və ümumiyyətlə dünyada baş vermiş siyasi kataklizmlər ona gətirib çıxardı ki, Azərbaycan üçün Qarabağı azad etmək üçün uğurlu, əlverişli və İlham Əliyev üçün təhlükə yaratmayacaq bir belə deyək də vaxt zaman kəsiyinə düşübdür və onu eləyibdir. Amma İlham Əliyev və Mehriban Əliyev də başa düşür ki, bunu Qarabağın azad olunmaz belə deyək də effektini ömür boyu istismar edə bilməyəcək. Bu nüvə, hətta nüvə elektrik stansiyası deyil ki, buranı orada qoydum, 20 il, 30 il, 50 il işləsin. Yəni bu tipli effektlər maksimum 4 il, 5 il, 6 il yaşayır. Və
gec-tez sən xalqa çörək verməlisən. Əgər balasına çörək verə uşaq pulu verə bilmirsənsə, böyük şeylərdən danışmaq, süni intellektdən danışmaq, elin dilində desə, bişmiş toyuğun gülməyi gəlir bunları eşidən. İndi Azərbaycan Kürdəmirdə oturan çox uşaqlı ana Mehriban Əliyevanın o keçirdiyi iclasa baxanda bilmirəm hansı hissləri keçirir. Deyir ki, bilmir balasına süd versin, yoxsa su versin, yoxsa quru çörək versin. Onlar isə süni intellektdən danışırlar. Süni intellektdən danışmaqdansa Azərbaycan iqtidarı bugün belə deyək ki, öz vicdanı barəsində fikirləri təhlil edib, qabaqlarına o papaqlarını qoyub düşünməlilər ki, bu cür idarə etməyin axırı yoxdur. Və nə vaxtsa da, nə zamansa vəziyyət dəyişəcək və bugün gah özlərini qərb-pərəst elan edən iqtidar, mən deyərdim ki, bugün keçmiş postsovet məkanında və şərq tərəfdaşlı ölkələrdə, bəlkə Belarusiyadan sonra ikinci Rusiya yönümlü iqtidar məhz Azərbaycan iqtidarıdır və başda İlham və Mehriban Əliyev olmaqla. Baxın, görün, hara rahatlıqla Alina Kabayeva gələ bilib ki, Putinin həyat yoldaşı. Mayın əvvəlində, bir ay yarım bundan qabaq gəlmişdi bədii gimnastika üzrə dünya çempionatı idi, nə idisə. Alina Kabayeva bir neçə gün Azərbaycanı Mehriban Əliyeva ilə keçiribdir. Çox nadir, belə deyək ki, görünən oydu ki, aralarında o qədər etibarlı bir münasibətlər, isti münasibətlər var idi ki, mən deyərdim ki, bəlkə də təbii ki, o Putinin Mehriban Əliyeva ordenləri təqdim olunmaları, hər bir şeyləri yadıma düşdü ki, Mehriban Əliyeva özü haranın məzunu idi? Hər zaman Rusiyada oxuyurdu, Rusiyada təhsil alırdı, İlham Əliyev də o cümlədən Rusiyada təhsil alırdı və mən şəxsən yenə deyirəm ki, bu mənim belə deyək, subyektiv fikrim deyil, amma o Sovet KGB-sinin praktikasında buydu ki, o part nomenklaturanın övladları, xüsusilə də Moskvada oxuyan övladları hər zaman KGB ilə əməkdaşlığa cəlb edirdilər. Mən heç vaxt Putinin sözü vardı da, keçmiş KGB olmur. Kim gəlirdi, hər bir ucdan tuturlar, deyirlər ki, gəl görürlər ki, filan kəs tanınmış siyasi ailədəndir, əməkdaşlığa bunu cəlb eləyək. Qrup yoldaşlarından danos yazsın və yaxud potensial görürdülər ki, bugün biz gördük ki, Boris Johnsonu Oxfordda oxuyanda Rusiya kəşfiyyatı fikirləşirdi ki, bu bəlkə Azərbaycanın gələcəyi ola bilər. İndi o vaxtı Sovet KGB-si də baxırdı Mehriban Əliyevaya və yaxud İlham Əliyevə. Deyirdi, ola bilsin bunlar bir şey oldular ki, bunlara bir tələ quraq, bəlkə də verbavat eləyək, bizim adamlarımız olsun. Və istisna deyil ki, bugün Azərbaycan belə deyək də, kütləvi informasiya vasitələrinin, xüsusilə dövlət propaganda alətlərinin rus dilinə önəmli diqqət ayırmaları da dolaya onu göstərir ki, onlar sanki hesabat verirlər qarşısında ki, biz sizlərlədik, biz sizinlə işləyirik. Yəni, Azərbaycan iqtidarı, Avropa Şurası üzv olan Azərbaycan son 5 ildə mən deyərdim ki, Putin rejimi üçün bəlkə də ən çox, belə deyək də, xalça altında da olsa kömək göstərmiş, sanksiyalardan yan keçmiş bir münasibətlər görünürdü və hiss olunurdu. Və yenə deyirəm ki, 2020-ci ildən bəri də biz görmüşük ki, Qarabağın azad olunmasında da bu olubdur ki, yəni Rusiya nəyinsə müqabilində belə deyək də, fikrini 180 dərəcə dəyişib və tərəfdaş kimi, forpost kimi istisna deyil ki, Azərbaycanı seçib. Başa düşüb ki, artıq Ermənistan onlar üçün itirilmiş bir, problemli bir yerə. Burada elə nədir? Öz dilimizi başa düşən,
bəzən sözə baxmayan, amma bəzən belə deyək də sözümüzü salmayan, başa düşülən İlham Əliyev var, Mehriban Əliyeva var. Bunlarla elə işimizi görək. Və yenə də deyirəm ki, bu gün Rusiya siyasi elitasında nələr baş verirsə, istər şəxsi ailə məsələlərində tutmuş, oxşar problemləri sanki balaca versiyalarında biz Azərbaycanda da onu görürük. Yeganə fərqli tərəf bu idi ki, Rusiyada misal üçün Lyudmila Putinə qərara gəlib ki, boşansın, hakimiyyətə iddiası yox idi. Və bu qadın partiya münaqişəsində Alina Kabayeva qələbə çaldı. Yəni Rusiya araşdırmacı jurnalistlər göstərirdilər ki, Alina Kabayeva siyasi və belə deyək də ambisiyası gizli olsa da, belə deyək də o boyda kişini həyat yoldaşından boşaltdıra bildi, özünə həyat yoldaşı edə bildi. Azərbaycanda isə belə deyək də o siyasi kataklizmlə onunla nəticələndi ki, İlham Əliyev qərara gəlir, yaxşı, Mehriban xanım, gəl, mən rahat öz belə deyək, hökmdarlığımı davam eləyim. Sənə də belə deyək də ikinci hakimiyyəti bölək. 50-50. 51% bəzən İlham Əliyev belə deyək də qərarları verir. Ola bilsin xarici siyasətdə odur, necə ki o Dick Cheney ilə Bush vaxtı ikən bölmüşdü hakimiyyəti ABŞ-da. Bunlar da öz ələmlərində bölüblər. İndi bu və digər zamanda İlham Əliyevin belə deyək də nazirləri güclənə bilər, 51% ona keçə bilər, bəzən 49% Mehriban Əliyevə keçə bilər. Amma son illərin nəticəsi odur ki, Mehriban Əliyevanın siyasi ambisiyaları, iştahları o qədər güclənir ki, bəzən onu gizlətməyə belə yox, hətta göstərmək istəyir ki, bax görürsünüz, mən iclası keçirdim. Çünki Mehriban Əliyeva iclas keçirməmişdən qabaq mənə elə gəlir ki, yaxşı olardı ki, məsələn, jurnalistlə səmimi danışsın. Məndən zəhləsi gedirsə, yalandan mənə can sağlığı arzulamaqla deyil. Yəni, belə can sağlığını arzulamaqdansa, deyərdi ki, hə, bəs cənab Hüseynov, sualınız varsa, gəlin suala cavab verəm. Mehriban Əliyeva özünü ucuz, yalançı olduğunu bir daha sübut elədi. Göstərdi ki, hətta belə deyək də, balaca xırda xalqın şuuruna təsir elə biləcək siyasi oyunlardan istifadə edək. Ha, emin Azərbaycan qadına obrazına dəyişibdi özünü, qaçıbdı, qorxaq kimi gizlənibdi. Halbuki bilirdilər ki, mən qadın paltarını geyinib qaçmamışdım bundan. İndi bax, havası mən Mehriban Əliyevadır. Ya, suallarımı ünvanlayacağım. Sağlı olsun, yazılı sorğularımı da göndərəcəm. Əgər müsahib, bugün indi belə deyək də, bayram günüdür ailələrində, həm onlarda da ailəsində bayramdır, qızının ad günüdür İlham Əliyevin, mənim də bugün qızımın ad günüdür. Ona görə mən getməliyəm şənliklərə. O zaman gələcək. Son sual Vaxtı ikən sizin belə deyək, sizin kanalda çağırasınız Mehriban Əliyevanı, Zoomla qoşulardı. Necə? Yadıq İlham Əliyev. Əgər İlham Əliyev Zoomla qoşula bilirsə Avropa siyasi cəmiyyənin iclasına, suallara cavab versinlər. Seçkilər olanda gəlsinlər, seçki debatlarında iştirak eləsinlər. Ömründə 30 ildə bir dəfə jurnalistin qabağına çıxmayan birinci vitse-prezident bu cür belə deyək də quraşdırılmış iclas keçiribsə Paşa Holdingdəmi və yaxud Baku Portda buna ancaq təəssüf hissi ilə demək istəyirəm Yox, ki, mən bunu hesablanmış addım hesab edirəm. Çünki yəni AI, süni zəka bütün dünyada, o cümlədən ABŞ-da da ən gəlirli inkişaf sahəsi kimi onun üstündə o dava gedir. Yəni kim bu sahəyə daxil olacaq, tez daxil olacaq. Onu Paşa Holdingləşdirirlər. Yəni Azərbaycanda AI-yı bəsit dillə desək Paşa Holdingləşdirirlər. Bəzən mən də belə düşünürdüm ki, Azərbaycanın AI-nin belə deyək, dünya süni intellekt infrastrukturuna verə biləcək töhfə ucuz elektrik enerjisi ola bilər, dayanıqlı elektrik enerjisi və data mərkəzlərinin tikintisi ola bilərdi.
Azərbaycanda mövcud olan qanunsuzluqları nəzərə alaraq, biabırçılıqları nəzərə alaraq Azərbaycanda heç vaxt ciddi biznes, xüsusi belə deyək də, ehtiyac olmadıqda heç vaxt bu biznes gəlməyəcək. Bugün bütün telekommunikasiya sahəsini vaxtı ikən Bəylər Əyyubov nəzarət edirdisə, indi alıblar Paşa Holdinqə veriblər, Mehriban Əliyeva və qızları idarə edirsə, Azərbaycanın nəyi var ki, EAya töhfə versin? Yəni proqram belə deyək də, təminatı baxımından bizdə o potensial yoxdur. Yəni biz oyunçu deyilik dünya bazarında. Kimsə deyə bilər ki, bir neçə istedadlı gənc Azərbaycan, o bütün Azərbaycanlı istedadlı gənclər bugün çıxırlar ölkədən 2 ayaqlı, qaçırlar ABŞ-a, otururlar ABŞ-da və orada ABŞ şirkətlərində işləyirlər. Mən bir Azərbaycan istedadlı gəncini görməmişəm ki, Azərbaycanda qalıb işləsin. Bugün İlham Əliyevin və Mehriban Əliyevanın ətrafında dırnaq arası istedadlı gənclər onlardır ki, hamısını tanımasam bir neçəsini tanıyıram. Biri qrup yoldaşımdır, oturmuşdu Mehriban Əliyevanın böyründə. İstedadlı deyə bilərlər. Əgər onun istedadı vaxtı ikən belə deyək ki, dövlət maliyyəsini talamaq və Mehriban Əliyeva üçün effektiv çirkli pulların mexanizmlərini tətbiqi və varlanmasını təmin etməkdirsə, onda istedadlılar. Amma ölkə üçün, ölkə baxımından onların istedadlarına mən şübhə ilə yanaşıram. Çünki onlar bugün cinayətkar dəstədə, xırda və yaxud böyük alətlərdə deyə bilmərəm, iştirak edirlər və məsuliyyətini gec-tez daşıyacaqlar. Ən azından öz vicdanları qarşısında gec-tez cavab verəcəklər. Bəlkə uşaqları böyüyəndə uşaqlarına yalan deyə bilməyəcək. Deyəcəklər ki, bəs nətər olurdu ki, ata sən bilmirdin ki, sənin çalışdığın iqtidar oğru, quldur iqtidarı idi. Bu qədər deyə biləcəyim şeylər budur. Mənə elə gəlir ki, bu danışılacaq məsələlər çoxdur. Yəni yenə də mən Azərbaycan iqtidarına demək istədiyim odur ki, onların getdiyi yol düzgün yol deyil və kimlərsə deyə bilirsə ki, bugün eyni tendensiya biz Mirşahinləri də görürük ki, bu yaxınlarda bir veriliş çəkibdir ki, üzr istəyin bu mühacirlər üzr istəsinlər, gəlsinlər Şuşada küçələri süpürsünlər, bəlkə onları bağışladılar. Biz belə onun özünü bağışlayan gərək. Azərbaycan xalqı hələ görə onu bağışlayacaq. Azərbaycan xalqı onları birinci bağışlamalıdır və o ritorikalarla yenə deyirəm, danışılası sözlər çoxdur. Mən çoxdandır canlı yayımlarda olmadığım üçün Sevinç xanım, sizdən və tamaşaçılardan üzr istəyirəm ki, çox danışdıq. Bir mövzudan yox, çox maraqlı, çox maraqlı oldu. Amma proseslər istər iqtidar üçün o qədər də sadə deyil, baş verən dünyada və ölkədə baş verən proseslər. Cəmiyyətimiz üçün də belə deyək ki, bugün hamının ümidini itirdiyi vaxtda da deyə bilərəm ki, o qədər də ümidsiz görsənmir. Çətindir durum, biz tək qalmışıq. Belə deyək də, bu quldurlar dəstəsi ilə əlimizdə olan qələm, mikrofonla çalışırıq ki, vuruşaq. Amma tab hələ ki gətiririk. Yəni görünən budur ki, işimizi davam elətdirəcəyik. Necə deyirlər, Mehriban Əliyevanın dili ilə desək, süni intellekt vasitəsilə də olsa, öz gücümüz çatmayanda süni intellektdən istifadə edib bunlarla mübarizəni yeni bir mərhələyə keçirə biləcəyik. Və nəticədə mən yenə də əminəm ki, 5 ildən sonra biz tamamilə yeni bir dünyada yaşayacaq. Məni təəccübləndirən yeganə məsələ budur ki, hələ də bu kleptokratlar, quldurlar, istər Putin olsun, istərsə Əliyev olsun, hakimiyyətdən yapışırlar. Onlar geriyə addım atma planı barədə düşünmürlər. Yəni, bugün artıq, belə deyək, sən artıq görmüsən ki, Rusiyada sən uda bilmirsən Ukraynadakı müharibəni, hələ də ağzında köpüklə deyir ki, yox, sona qədər gedəcəyik. Hara gedəcəksən, heç özü də bilmir. Belə deyək də, mən optimistəm, hesab edirəm ki, sizi kimi başqa mühacir tənqidi səslər kimi hərə bacardığını qədər
və intensiv davam ümumiyyətli şəkildə görəcəksə, mənə elə gəlir ki, durumu daha pozitiv müstəviyə keçirə bilərik. Zaman göstərəcək.